Avqustun 20-sində olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti. Dağlarda gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.